Liverpool, Real Madrid. Liverpool bir qədər çox bizi təəccübləndirdi. Liverpool belə. Son 7 oyunda 6 oyun uduzub. Hə. Belə bir şey xatırlatmıram ki, 7 oyundan 6-sını uduzsun. Özü belə bir heyətlə. Birincisi Liverpoolun oyunlarına baxanda bunu görmək olur. Anlaşılmamazlıq, xaos, əminsizlik, ideyasızlıq. Sanki bu həmin Liverpool deyil də. Bilirsən ki, yəni amma Real da öz yaxşı formundadır. Yəni öz yaxşı formunda gəlir Anfield Road-da. Düşünürəm ki, Real 1-2 hesabı ilə qələbə qazansın, nəsə belə bir şey. Mən də düşünürəm ki, Real Madrid qalib gələr Liverpoola. Liverpool qol vurarmı? Bilmirəm. Bax toparlamalıdır özünü. Özünü Reala qarşı. Yaxşı formda olan Mbappé-ni də yaddan çıxarmayaq. Hal-hazırda Realda yüksəliş dövrü gedir. Yəni oyunda doğrudan da hiss olunur, inkişaf var. 1-2 Realın xeyrinə. 1-2. Mən də 1-2 ya 1-3 düşünürəm. Gol düşünürəm. Düşünürəm ki, Liverpool vurar, amma Real Madrid yaxşı müdafiə olunacaq məncə. Və ağıllı oynayacaq, Liverpoola qalib gələcək.